Qarabağa qayıdış mövzusunda layihə işi üzərində çalışan şagirdlər layihəni müstəqil şəkildə icra etmək üçün müəllim tərəfindən təqdim edilmiş rubriklərdən istifadə edirlər. Situasiyada şagirdlərdən hansı bacarığını inkişaf etdiyini görürsünüz. Baxın, həmişə situasiyada fikir verin. Test sizdən nə istəyir? Sizdən bacarıq soruşur, düzdür? Bu bacarıq idrak taksonomiyasıdır. Sizdən idraki fəaliyyətində soruşa bilər, koqnitiv də deyə bilər, bacarıq da deyə bilər, fəaliyyət də deyə bilər. Siz onda burada baxın variantlarda nələr var? Məntiqi təfəkkür, metakognitiv bilik, yəni sizdən bilik, təfəkkür soruşulmur. Sadəcə bacarıq soruşulur. Və siz burada nəyə fikir verməlisiniz? Rubriklərdən istifadə edirlər. Rubrik nədir? Formativ qiymətləndirmənin üsullarından biridir, düzdürmü? Burada şagirdlər meyarlara əsasən özlərini edirlər, qiymətləndirirlər. Qiymətləndirmə də idrak taksonomiyasına görə nədir? Dəyərləndirmək. Demək ki, bu testdə bizim cavabımız Y variantıdır. Növbəti testimizi izah edeyim. Şagird hazırladığı təqdimatdakı çatışmayan cəhətləri təkmilləşdirir. Şagirdin hansı bacarığı yaxşı inkişaf edibdir? Yenə də sizdən bacarıq soruşur, yəni koqnitiv sahəni soruşur, yəni idraki soruşur, yəni fəaliyyəti soruşur. Sizdən təfəkkür soruşmuram, biliyi soruşmuram, ATS, YTS soruşmuram, yəni aşağı təfəkkür səviyyəsi, yuxarı təfəkkür səviyyəsi soruşulmur. Sizdən sadəcə bacarıq soruşulur. Bu da deməkdir ki, siz idrak taksonomiyası mərhələsini tapmalısınız. Uşaq burada təkmilləşdirmə aparır. Təkmilləşdirmək, orijinala yeni əlavələr etmək, yaratmaq mərhələsinin feilidir təkmilləşdirmək. Ona görə də bizim testimizin cavabı burada D variantıdır. Növbəti testimizi izah edim. 19-cu əsrdə Çar Rusiyasının işğalları mövzusunu müəllim izah edir və ev tapşırığı olaraq həmin bu yürüşlərin müqayisəli cədvəlinin hazırlanmasını tapşırır. Tapşırığı müsbət yerinə yetirən şagirdin idraki mərhələsini müəyyən edin. Siz burada fikir verməlisiniz ki, müəllim ümumiyyətcə dərsə 2 dəfə tapşırıq verir. 1. Müəllim izahından sonra verilən yaxın inkişaf zonasına uyğun bir tapşırıq. Şagird bunu yerinə yetirirsə, bu anlamaqdır. Amma ikinci tapşırıq yaradıcı tətbiq etməyə xidmət eləyir. İndi müəllimin o ikinci tapşırığının yerinə yetirilməsinə, əgər məktəbdə vaxt çatırsa, sinifdə, dərsdə vaxt çatırsa, sinifdə edirlər bunu. Yox, əgər vaxtı çatmırsa, bunu ev tapşırığı olaraq verilir. Ona görə də siz ev tapşırığı görəndə bilməz ki, bu tətbiq etməkdir. Bir sözlə, müəllim izahından sonra gələn sadəcə tapşırıq, ev tapşırığı yox, adi bir tapşırıq gəlirsə, deyəz ki, bu anlamaq. Yox, əgər müəllim izahından sonra görəz ki, situasiyada ev tapşırığı verilib deyilir, artıq bilməz ki, bu tətbiq etməkdir. Ona görə də bizim testimizin cavabı burada tətbiq etməkdir. Yenə də fikir verin, idraki mərhələni soruşur, sizdən təfəkkür, bilik soruşulmadığına görə onları seçmirsiniz. Amma burada B variantından Y variantının arasında qala bilərdiniz. Onu da fikir verirsiniz. Əgər ev tapşırıqsa tətbiq etməkdir, ev tapşırığı deyirsə, adi bir tapşırıq gəlirsə müəllim izahından sonra bu anlamaq idi. Ümid edirəm ki, sizin üçün faydalı oldu müəllimlər. Bəyənib, qayd etməyi, rəy yazmağı, paylaşmağı və takib atmağı unutmasanız sevinərəm.